Salam əziz şagirdlər, 27 aprel 2025-ci il 9-cu sinif buraxılış imtahanı suallarına nəzər yetirək. 5, 6, 7-ci kiçik mətnlər birinci bunları təhlil edək. 5-ci sual. Dear Kathleen, əziz Kathleen, demək bu bir məktubdur. How's it going? Necəsən? İşlər necədir? First of all, thank you for the birthday card with warm wishes. Hər şeydən əvvəl warm wishes, yəni öz səmimi arzuların olan ad günü kartı üçün, yəni mənə göndərdiyin ad günü kartı üçün təşəkkür edirəm. That's so nice of you. Səndən bunu eşitmək çox xoşdur. I'm organizing a little party for my birthday this Friday. Bu 5-ci gün bir kiçik parti təşkil edirəm. It will not be very big. Çox da böyük bir parti olmayacaq. Only a few of my best and close friends are invited. Yalnız bir neçə ən yaxşı və yaxın dostlarım dəvət olunub. Burada only a few sözünə, best close friends sözünə fikir verək. This Friday sözünə, not a little, not very big party. We are going to have the party at my cousin's house. Cousin əmi uşağı, xala uşağı bir qohum hesab olunur. Yəni hansısa bir qohumumun evində təşkil olunacaq parti. I will be happy to see you there. Səni orada görməkdən xoşbəxt olacağam. Love, Mary. Sevgilərlə Mary. A variantına baxaq. Mary wants only Kathleen to come to her birthday party. Yalnız Kathleen'in onun ad günü qonaqlığına gəlməyini istəyir. Səhvdir. Burada qeyd olunub ki, bir neçə yaxın və ən yaxşı dostları da dəvət olunub. B variantı Kathleen is celebrating her birthday this Friday. Kathleen bu 5-ci gün qeyd edəcək öz ad gününü, ancaq məktubu yazan Mary'dir. Sonda kimin adı verilibsə o yazır. Yəni bu da səhvdir. Mary asks for Kathleen's help for her birthday. Mary Kathleen'dən öz ad günü üçün kömək istəyir, ancaq bu köməklə bağlı burada məlumat yoxdur. Mary thank Kathleen for the wishes and invites her to the party. Mary Kathleen-ə təşəkkür edir öz ona etdiyi arzular üçün və ona partisinə dəvət edir. Bəli, D variantı. Kathleen is sorry for not taking part at Mary's birthday party. Kathleen Mary'nin ad günü iştirak etmədiyi üçün çox kədərlənir, amma burada onunla bağlı məlumat yoxdur. Və sual 6. Buy our new healthy sweets. Bizim yeni şirniyyatlarımızdan alın, sağlam şirniyyatlarımızdan, yəni sağlam qida olan. They contain less sugar and are perfect for everyone to eat. Onların tərkibində less sugar, yəni az şəkər var və hər kəsin yemək üçün mükəmməldir. Buy one and get another one for free. Birini alın və digərini pulsuz əldə edin. Don't be late, gecikməyin. To visit our place for these tasty sweets. Bu şirniyyatlar üçün bizim məkana gəlməyə gecikməyin. A variantında nə deyir? The sweets will be for free if a person visit the place for the second time. Əgər şəxs ikinci dəfə bu yerə gəlsə, pulsuz əldə edəcək şirniyyatları, ancaq orada birini alan ikincisini pulsuz əldə edir. A variantı səhvdir. The sweets in this place are not good for everyone to eat. Burada deyir not good. Yəni hər kəsin yeməyi üçün elə də yaxşı deyil, amma burada nə deyir? Hər kəsin yeməyi üçün perfect, təsdiqdədir. Ona görə B səhvdir. C variantı the second sweet becomes cheaper when you buy one. Əgər birini alsanız ikinci şirniyyat cheaper, daha ucuz olur. Ancaq burada qeyd olunub digərini, yəni ikincini pulsuz əldə edirlər. C variantı səhvdir. All healthy sweets are for free if a person visit the place with a friend. Əgər ora dostunla getsənsən, yəni bütün sağlam şirniyyatları, sağlam tərkibli şirniyyatları pulsuz alacaqsan, ancaq orada belə bir yoxdur. Buy, yəni almaq lazımdır ki, ikincini pulsuz əldə edəsən. Bu da səhvdir. The new sweets don't contain much sugar. Yeni şirniyyatlar elə də çox şəkər yoxdur onların tərkibində. Cavab Y variantı. 7-ci sual. Dear mom and dad, əziz anam və atam, I feel very excited because in a week I'll be with you again for a holiday. Sizinlə tətildə olacağım üçün, yenidən olacağım üçün bir həftə ərzində çox özümü yaxşı, xoşbəxt, həyəcanlı hiss edirəm. Burada demək holiday-dir və bir həftə içində görüşəcəklər. I enjoy my job in London very much. Londonda olan işimdən çox həzz alıram. Enjoy. Bu bizim açar sözümüzdür. My students are all very friendly to me. Mənim bütün şagirdlərim mənə qarşı çox mehribandır. I'll arrive in Basel this Friday in morning. Basel şəhərinə mən deyir bu 5-ci gün səhər çatacağam. Can you meet me at the station? Məni vağzalda qarşılaya bilərsinizmi? As I'll have a lot of luggage. Çünki mənim çoxlu yüküm olacaq. Love and all good wishes.
Freyda. Sevgi və arzularımı sizə çatdırıram. Freyda. Freyda's parents are leaving for Basel to be with their daughter. A variantında deyir ki, Freyda'nın valideynləri Basel'ı tərk edirlər. Öz qızları ilə görüşmək üçün. Yox, qızları ora gedir. A variantı səhvdir. Freyda's parents are very excited for their daughter's arrival. Freyda'nın valideynləri qızlarının gəlişi üçün çox həyəcanlıdır, amma burada excited yazan şəxs deyir ki, mən çox həyəcanlı hiss edirəm, ona görə B-də deyil. Freyda asks her parents to meet her at the station. Freyda öz valideynlərindən xahiş edir ki, onu stansiyada, vağzalda qarşılasın. Bəli, C variantı. Freyda istəyir ki, onun ailəsi tələbələrini qarşılasın. Xeyr, sadəcə tələbələrinin mehriban olduğunu bildirib. Freyda will arrive in Basel with her students next week. Gələn həftə Basel-a öz tələbələri ilə gələcək. Xeyr, burada belə bir məlumat yoxdur. Və qrammatikaya da nəzər yetirək. Bizdən compound, yəni mürəkkəb isimləri istəyir. Demək variantlarda sadə və düzəltmə isimləri varsa çıxacaq. A variantda poet sözü sadədir, getdi. Toothpaste, salt sözü duz sadədir. C variantında chess sadədir. Y variantında artist, friendship hər ikisi düzəltməli səhvdir. Birthday, bookshop hər ikisi mürəkkəbdir. Bəli, D variantı doğrudur. 14-də bizdən proposition istəyir. One of the women stole the research papers. The laboratory deyir qadınlardan biri oğurluyub tədqiqat kağızlarını laboratoriyadan. Yəni stole oğurlamaq deməkdir, nəyisə hardansa oğurlamaq. Y variantı. Verilmiş sözün 15-ci sualda antonim, yəni əks mənasını istəyir. Buy almaq, send isə buy almaq, sell isə satmaqdır. Antonim bu olacaq. Və 16-cı sualda verilən tərif hansı sözə uyğundur? To agree to take something that is offered or given. Təklif olunan yaxud verilən bir şeyi qəbul etmək, bu olacaq to accept, yəni qəbul etmək. Bizim burada açar sözümüz offered, təklif edilən, given, verilən bir şeyi qəbul etmək, götürmək, razılaşmaq. 17-ci sual sözləri ilə bağlıdır. Cavaba uyğun biz sual sözlərini tapa bilərik. Əvvəl sualı oxuyaq. Is Rosie talking to on the phone? İkincidə deyir ki, cavabda I'm sure it's Miranda. Cavabda deyir ki, əminəm ki, bu Mirandadır. Yəni sualda Rosie telefonda kiminlə danışır? Who is Rosie talking to? Cavab D variantı olacaq. 18-ci sualda məchul növdür. Verilən cümləni məchul növdə yazmaq lazımdır. I ate sandwich for breakfast. Verilən cümlə keçmiş zamandır. Eat feilinin keçmişidir. To be'nin was were feili istifadə olunacaq, forması istifadə olunacaq. Bəli, sandwich was eaten for breakfast A variantı. B-də B-ni çıxırıq çünki məlumu məchula çevirəndə mübtədası dəyişir. C-də is pozur çünki cümlə keçmişdədir. D pozur çünki məchulun özünün düsturuna əsasən biz to be əlavə etməliyik. Yoxdur burada. Y-ni həm çıxırıq. Y-də iki səhvimiz var. Həm məlumun mübtədası olduğu kimi qala bilməz, həm də burada indiki zamanda verilib to be. Cümlə isə keçmiş zamandadır. 19. Verilən cümləyə uyğun bir söz tapmalıyıq. Mənası doğru olan sözü. Is a large amount of water covering an area that's usually dry. Adətən quru olan bir ərazini əhatə edən su, böyük su miqdarına nə deyilir? Bəli, daşqın, flood. Daha sonra cook, bu 20-ci sual modal feillərlə bağlı olan bir sualdır. I cook lunch after the baby sleeps. Uşaq yatandan sonra mən əvvəlcə baxaq variantlarda. A çıxırıq, to yoxdur. Am able to olmalıdır. D might'dan sonra to gəlmir. Y could can'in keçmişidir. Özündən sonra to gəlmir. C was able to işlənməlidir. To yoxdur. Cavab B. Yəni mən uşaq yatandan sonra yemək hazırlaya bilərəm. 21 zamanla bağlı olan bir testim. Yesterday varsa artıq avtomatik biz bilirik ki, keçmiş sadə zamanda olmalıdır. Bu isə ya C variantıdır, ya da D variantıdır. Write yazmaq feilinin keçmişi wrote-dur. Və cümlədə adətən and olanda hər iki tərəfdə zaman eyni olur. Send göndərmək indiki sadə zamandır, onun keçmişi sent. Yesterday I wrote a letter to my parents. Dünən mən valideynlərimə məktub yazdım and sent it. Onu göndərdim. 22 I've been to the restaurant once. It opened. 22-ci sual bağlayıcılarla bağlı olan bir sualdır. Deyir ki, mən bu restoranda bir dəfə olmuşam.
O açılandan bəri, bəli, since burada həm də bitmiş zamanda istifadə olunan bir bağlayıcıdır. Since bəri deməkdir. O açılandan, yəni restoran açılandan bəri mən restoranda bircə dəfə olmuşam. 23-cü sual isə yenə məna ilə bağlıdır. Close meaning, yəni yaxın mənalı sözləri seçəcəyik biz. Tiny böyük, balaca, big böyük, healthy sağlam, ill xəstə, bunlar antonimdir. Ancient old, qədim, köhnə, cavab Y variantı. Quiet sakit, noisy, səs-küylü, bu da antonimdir. Better daha yaxşı, worse daha pis, bunlar da antonimdir. 24-cü isə article bağlı olan bir sualdır. Emily is one of most generous gördüyü artıq most'a görə və özündən sonra sifət gəlirsə, bu demək sifətin üstünlük dərəcəsidir və article qəbul etməlidir və burada isə yeganə C variantında bu article-ını görürük. 25-ci sualda isə mübtəda xəbər uzlaşmasıdır. The products of the village. İsim sözünü isim olduğu halda biz uzlaşmanı birinci isimlə uzlaşdırırıq. Products da cəmdə olduğuna görə are və were olacaq doğru cavab.